Növbəti mövzumuz müəllimlər, əlvan metalların səthinin bəzədilmə texnologiyasıdır. Əlvan metalların. Əvvəl öyrəndiyimiz mövzu qara metalların səthinin bəzədilməsi idi. İndi isə əlvan metalların səthini bəzəyəcəyik. Gəlin görək hansı üsullardan istifadə edəcəyik müəllimlər. Əlvan metallar qara metallara nisbətən az məşhurdur. Bəli, əlvan metallar qaraya nisbətən az məşhurdur. Bununla izah olunur ki, əlvan metalların yataqlarına az rast gəlinir. Bəli, ona görə də əlvan metallar daha qiymətlidir, bahadır. Onların əridilmə prosesi çox mürəkkəbdir və maya dəyəri böyükdür. Maya dəyəri böyükdür. Hansı metallar əlvan metallara aiddir? Gəlin baxaq müəllimlər. Əlvan metallar mis, alüminium, qalay, sink, nikel, titan, maqnezium, gümüş, qızıl və s. Yəni sadaladıqca çox var əlvan metallardan. Onlardan ən çox yayılan, geniş yayılanı hansıdır? Alüminiumdur. Alüminium. Diqqətli olaq müəllimlər, bir də misdir. Geniş yayılanı hansıdır? Alüminiumdur, misdir. Əlvan metalların səthini nə üçün bəzəyirik müəllimlər? Qara metallarda dedik ki, gözəl görünüş vermək üçün idi, korroziyadan qorumaq üçün idi. Daha sonra köhnəlməyə məruz qalmasın deyə xarici görkəmi dedik, korroziyanı dedik. Bəli. Bu məqsədlə, bir də ki, düz və hamar səth. Düz və hamar səth əldə etmək üçün biz qara metalları bəzəmiş olduq. Əlvan metalları bəs niyə bəzəyirik müəllimlər? Gəlin diqqətli olaq. Qara metallar kimi əlvan metallar da korroziyaya məruz qalır. Əlvan metallar ətraf mühitlə fiziki, kimyəvi reaksiyaya girir və bunun nəticəsində onların xassəsi dəyişə bilir. Bu da metalların korlanmasına və texnoloji proseslərin pozulmasına gətirib çıxarır. Bəli, əlvan metallar da qara metallar kimi korroziyaya məruz qalır. Kimyəvi reaksiya, fiziki kimyəvi reaksiyaya girir, xassələri dəyişə bilir. Və metalların korlanmasına və texnoloji proseslərin pozulmasına gətirib çıxarır. Məsələn, gümüşü xatırlayaq. Gümüş qaldıqca qaralır, rəngi qaralır. Nə oldu burada? Öz xassəsini dəyişə bilir. Əlvan metaldan olan məmulatlar müxtəlif üsullarla bəzədilir. Bəs hansı bəzəmə növləri var, hansı bəzəmə üsulları var müəllimlər? Diqqətli olaq. Anodlaşdırma, qızıl suyuna salma, laklama, patinləşdirmə, gümüşləmə, xromlama, mina çəkmə. Bir də baxaq. Anodlaşdırma, qızıl suyuna salma, laklama, patinləşdirmə, gümüşləmə, xromlama, bir də mina çəkmə. Belə bir müqayisə edək müəllimlər. Sizcə aşınma əlvan metalların bəzənmə üsuludur, yoxsa ki, qara metalların bəzənmə üsuludur? Bəli, aşınma qara metalların bəzənmə üsullarından biridir. Bəs mina çəkmə qara metalların, yoxsa əlvan metalların bəzədilmə üsuludur? Mina çəkmə əlvan metalların bəzədilmə üsuludur. Bəs rifləmə necə müəllimlər? Rifləmə qara metalların, yoxsa əlvan metalların bəzədilmə üsullarındandır? Rifləmə qara metalların bəzədilmə üsullarındandır. Bəzəmənin üsul və növləri çoxdur, lakin konkret üsul seçimi onun müəyyən məmulata tətbiqinin məqsədə uyğunluğundan asılıdır. Deməli, nədən asılıdır? Müəyyən məmulata tətbiqinin məqsədə uyğunluğundan, yəni nə məqsədlə biz bəzəyirik? Ondan asılıdır. Bu üsulların hər birinə ayrı-ayrılıqda nəzərdən keçirək. Bəli, müəllimlər, burada patinləşdirmə var idi. Patinləşdirmə sözünün mənası, yəni tunc və ya mis məmulatı, qədimdən qalmış əşyaya oxşatmaq. Deməli, hansı məmulatı? Tunc və ya mis məmulatı qədimdən qalmış əşyaya oxşatmaq üçün üzərinə xüsusi maddə çəkilir və bu olur patinləşdirmə. Yəni, patin çəkirik, olur patinləşdirmə. Gəlin anodlaşdırmaya fikir verək.
bəzəmənin eyni vaxtda həm dekorativlik, həm qoruyuculuq funksiyasını daşıyan növüdür. Dekorativlik, həm gözəllik, həm də ki, qoruyuculuq. Qoruyuculuq. Özünüz üçün qeyd edərsiniz. Hər bir metalın, o cümlədən məişətdə ən çox işlədilən alüminium, pas və korroziyada mühafizəyə ehtiyacı var. Bəli, alüminiumun pas və korroziyada mühafizəyə ehtiyacı var. Əgər alüminium məmulatının səthində sıx və qalın oksid təbəqəsi yaradılarsa, bu alüminiumun anodlaşdırılması prosesində alınan sonrakı korroziyanı əngəlləyir. Gəlin bir də baxaq müəllimlər. Deyir ki, əgər alüminium məmulatın səthində sıx və qalın oksid təbəqəsi yaradılırsa, bu alüminiumun anodlaşdırılması prosesində alınan sonrakı korroziyanı əngəlləyir. Mexaniki cəhətdən ən möhkəm və davamlı təbəqə alüminiumun aşağı temperaturda nazik təbəqəli anodlaşdırılması zamanı əldə edilir. Anodlaşdırma müəllimlər eyni zamanda oksidləşdirmə də deyilir buna, yəni anod turşuması. Elektroliz yolu ilə bəzi metalların və ərintilərin səthində oksid təbəqəsinin yaranması prosesidir anodlaşdırma. Oksidləşdirməni biz qara metalda keçmişdik müəllimlər. Bəli, dedik ki, elektroliz yolu ilə bəzi metalların və ərintilərin səthində oksid təbəqəsinin yaranma prosesidir anodlaşdırma. Bəli, baxın hansı ki, məmulatların səthini anodlaşdırıblar. Ən maraqlı hissəsi demək olar ki, burada qızıl suyuna salma. Məmulatın səthinə dekorativlik, qoruyuculuq və dekorativ qoruyuculuq məqsədi ilə nazik qızıl təbəqəsinin çəkilməsidir. Həm dekorativ, həm qoruyucu, həm də dekorativ qoruyucu. Dekorativ qoruyucu. Anodlaşdırmada necə idi? Sadəcə dekorativlik, bir də qoruyuculuq funksiyasını daşıyırdı. Qızıl suyuna salınmada isə dekorativlik, qoruyuculuq, bir də dekorativ qoruyuculuq xassəsini daşıyır. Qızıl suyuna salmanın bir neçə növü var. Gəlin baxaq, görək hansılarda. Birinci, odlu qızıl suyuna salma. İkinci, yağ əsasında qızıl suyuna salma. Üçüncü, poliment üzərinə qızıl suyuna çəkmə. Poliment. Poliment nədir müəllimlər? Pardaxlamadan əvvəl taxtaya çəkilən rəng. Pardaxlamadan əvvəl taxtaya çəkilən rəng, boya. Bəli. Deməli, 3 üsulu oldu, 3 növü oldu. Odlu qızıl suyuna salma, yağ əsasda qızıl suyuna salma, bir də poliment üzərində qızıl suyuna çəkmə. Bəli, burada gördüyümüz şəkillərdə də qızıl suyuna çəkilmiş əşyalardır. Bunların üçünü bir qrafikdə vermişəm müəllimlər. Odlu qızıl suyuna salma, yağ əsasda qızıl suyuna salma, bir də poliment üzərində qızıl suyuna çəkmə. Ən qədim qızıl suyuna salma texnikası hesab olunur. Odlu qızıl suyuna salma. Bunu belə qeyd edeyim. Ən qədim. Hansıydı? Odlu qızıl suyuna salma. Bu üsul bir zamanlar qovrulmuş qızıl adı daşıyırdı. Qovrulmuş qızıl adı daşıyan hansıdır? Odlu qızıl suyuna salma. Bəli, qeyd eləyin öz üstü müəllimlər sizdə, qeyd dəftərinizdə. Qovrulmuş qızıl suyuna salma. Qovrulmuş qızıl adı daşıyırdı. Bu üsul özlüyündə civədə həll edilmiş yüksək keyfiyyətli qızılın civənin tam buxarlanmasına qədər deşilməsindən ibarətdir. Bəli, buna amalqama deyilir. Civə ilə bəzi metalların ərintisi. Deməli, civə ilə qızılı biz birlikdə civə buxarlanana qədər həll eləyirik, belə deyək də. Və qızılın civə buxarlandıqdan sonra deşilməsi, bəli, bu olur odlu qızıl suyuna salma. Bu üsulla işlənmiş məmulat korroziyaya qarşı yüksək dözümlülük nümayiş etdirir. Bəli, korroziyaya qarşı yüksək dözümlülük nümayiş etdirir. Çatışmayan cəhəti nədir müəllimlər? Baxın, burasına fikir verin. Zəhərli olması.
Bəli, odlu qızıl suyuna salmada hansı ki civə tərkibində olduğundan, civə ilə həll olunduğundan, bəli, zəhərli olmasıdır. Yağ əsasda qızıl suyuna salma. Yağ əsasda qızıl suyuna salma. Metal, cips və daş sətlərin qızıl suyuna salınmasında, eləcə də interyer zərlənməsində istifadə olunur. Yağ əsasda qızıl suyuna salma. Deməli, metal idi. Bunları bir qədər yığcamlaşdırım ki, siz üçün rahat olsun. Bunların bir araya gəlməsi. Bəli, metal, cips və daş sətlərin qızıl suyuna salınması nə oldu? Yağ əsasında qızıl suyuna salınması. Məsələn, metal nəyə deyə bilərik? Abidələr, hasarlar, günbəzlər, qurğuşundan olan fiqurlar. Bax, bunlar yağ əsasında qızıl suyuna salına bilir. Gips də ola bilər, daş sətlərin qızıl suyuna salınması da. Deməli, biz interyer zərlənməsində yağ əsasında qızıl suyuna salmadan istifadə edirik. Poliment üzərinə qızıl suyuna çəkmə. Poliment üzərinə. Ağac sətlərinin qızıl suyuna salınmasında ağac sətlərinin ikonalarda, çərçivələrdə, ikona nədir? Hansı ki, xristiyanlarda Allahın yaxud övliyaların şəkli, ikonaların. Bəli, ağac sətlərinin qızıl suyuna salınmasında və ancaq interyerin zərlənməsində tətbiq olunur. Ancaq interyerin zərlənməsi dedi burada müəllimlər. Əsas hissələrə diqqət eləyin. 18-ci əsrdə polimenti qırmızı gil, sabun, mum, balina piyi, bir də yumurta ağından hazırlayarmışlar. Deməli, polimenti neçənci əsrdə hazırlayarmışlar? 18-ci əsrdə. Bəs nədən hazırlayarmışlar? Qırmızı gildən, sabundan, mumdan, balina piyi, bir də yumurta ağı. Bəli, bunlardan nə hazırlayırmışlar? Poliment. Polimentin kəskin qırmızı qəhvəyi rəng alması üçün eyni səth onunla 2-3 dəfə rənglənir. Bəli, qırmızı qəhvəyi rəng alınması üçün 2-3 dəfə rəngləyirik. Poliment qonur rəng alaraq quruduqdan sonra təmiz, hamar və parlaq olması üçün təmiz mahud parça ilə yuyulur. Deməli, nə ilə yuyulur? Mahud parça ilə yuyulur. Necə rəng alır müəllimlər? Poliment qonur rəng alır. Quruduqdan sonra təmiz, hamar və parlaq olması üçün təmiz mahud parça ilə yuyulur. Bundan sonra qızıl suyu çəkiləcək yer fırça ilə yarı su, yarı spirt. Yarı deyərkən 40%, hansı ki, yarısı, yəni 40% spirtdən istifadə edirik. Deməli, yarı su, 50% su, 50% spirt, amma spirtin faizi nə qədər olmalıdır? 40%li spirt olmalı. Var 60%li, var 100%li spirt. Yəni, nədən istifadə edəcək? 40%li spirtdən istifadə edəcək. Bəli, hansı ki, su və spirt məhlulunda isladırıq. Hansı ki, qızıl suyu çəkiləcək yeri su, spirt məhlulu ilə isladırıq. Gəlin, bunların üçünü də müqayisə edək. Deyək ki, ən qədim üsul hansı idi müəllimlər? Ən qədim üsul odlu qızıl suyuna salma idi. Bəs metal, gips, daş sətlərin qızıl suyuna salınmasında nədən istifadə edirdik? Yağ əsasda qızıl suyuna salmadan. Bəs o hansı qızıl suyuna salma idi ki, biz onu 18-ci əsrdə cildi, sabundu, mumdu, balina piyidir, yumurta ağıdır. Bunlardan istifadə edərək hazırlayırdıq. Poliment üzərinə qızıl suyuna çəkmə. Bəs o hansı üsuldur ki, ona qovrulmuş qızıl adı verirdilər? Bəli, odlu qızıl suyuna salmadır. Deməli, ikonaların, çərçivələrin hazırlanmasında, interyer zərlənməsində tətbiq olunur. O hansı üsuldur? Poliment üzərində qızıl suyuna çəkmə.
Civə ilə həll edilirdi qızıl. O hansı üsuldaydı? Odlu qızıl suyuna salmada. Belə müəllimlər. Amalqama dedik, civə ilə bəzi metalların ərintisidir. İkonadakı şəkildir. Xristianlarda Allahın və yaxud da ki, övliyaların şəkli. Əlvan metalların səthinin bəzədilməsinin növbəti üsulu patinləşdirmədir. Patinləşdirmə. Əvvəldə də patinin izahını verdik. Patinləşdirmə və patin nə deməkdir, müəllimlər? Diqqətli olaq. İnteryer əşyalarına, materiallara gözəl dekorativ görünüş verir, əntiqlik verir, qoruyuculuq xassələrini yüksəltmək üçün süni yolla köhnəldilir. Bəli. Deməli, dekorativlik görünüşü verir, əntiqlik görünüşü verir. Bir də qoruyuculuq xassələrini yüksəldir. Yeganə hansındaydı? Həm dekorativlik, qızıl suyuna salma, həm dekorativlik, həm qoruyuculuq, həm də dekorativ qoruyuculuq xassəsinə malik idi. Anodlaşdırmada təkcə dekorativlik, bir də qoruyuculuq idi. Patində isə əntiqlik görünüşü verir, yəni köhnəlmiş görüntünü verir. Qədimdə elə bir ki, istifadə olunmuş əşyaların görüntüsünü vermək olur patinləşdirmədə. Patinləşdirməyə mis, bürünc, laton, dəmir, ağac, gips və s. materiallardan olan məmulatlar məruz qalır. Deməli, patinləşdirməyə məruz qalan materiallar hansılardır? Misdir, bürüncdür, latondur, dəmirdir, ağacdır, gipsdir. Bax, bunlara diqqət eləyə müəllimlər. Patin, mis və onun ərintiləri üzərində olan pərdə və ya nazik təbəqədir. Patinin iki növü var. Təbii və süni patin. Təbii patin. Təbii patin. Təbii patin ətraf mühitin təsiri altında dekorativ və ya texniki məmulatların səthində yaranan karbonat oksidli pərdədir. Deməli, təbii patin nədir, müəllimlər? Ətraf mühitin təsiri altında dekorativ və ya texniki məmulatların səthində yaranan karbonat oksidli pərdədir. Deməli, dekorativ deyəndə nəyi nəzərdə tuturuq? Abidələrdən tutmuş, hansı ki, pullar, qədim pullar var, sikkələrə qədər. Bax, onlar təbii patindən istifadə olunur. Texniki məmulatların səthində yaranan karbonat oksidli pərdə deyəndə sökülmə yerləri, kontaktlar, bax, bunlar nəzərdə tutulur. Süni patin abidələrə və dekorativ məmulatlara xüsusi maddələrin yaxılması nəticəsində abidələr və dekorativ məmulatlara xüsusi maddələrin yaxılması nəticəsində onların səthində yaranan nazik təbəqədir. Demək, xüsusi maddə yaxırıq və onların səthində yaranan nazik təbəqə olur süni patin. Abidələrə və ya dekorativ məmulatlara. Metalı lazımi ölçüdə və zövqlə patinləşdirmək lazımdır. Çünki əks təqdirdə əldə olunan parıltı bayağı olur. Lazımi ölçüdə və zövqlə patinləşdirmək lazımdır. Əks təqdirdə necə olur? Parıltılı olur, bayağı olur. Elə bu səbəbdən də bu işi yerinə yetirmək üçün mütləq peşəkara müraciət etmək lazımdır. Gəlin bir də baxaq, müəllimlər. Dedik, patinin iki növü var. Təbii patin, bir də süni patin. Təbii patin nə idi, müəllimlər? Karbonat oksidli pərdə idi. Süni patin isə abidələrə və ya dekorativ məmulatlara xüsusi maddələrin yaxılması nəticəsində onların səthində yaranan nazik təbəqədir. Növbəti üsul, müəllimlər, əlvan metal səthlərinin bəzədilməsinin digər üsulu gümüşləmədir. Gümüşləmə metal səthinə gümüş təbəqəsinin çəkilməsidir. Bəli, gümüşləmə metalın səthinə gümüş təbəqəsinin çəkilməsidir. Bəzən detalların və digər elektrik keçirən materialların, məsələn, qrafitin səthinə
Gümüş təbəqəsinin qalvanik proseslə çəkilməsini də gümüşləmə adlandırırlar. Deməli, qrafikin səthinə gümüş təbəqəsinin qalvanik proseslə çəkilməsi Gümüşləmə müəllimlər, gümüşləmə metalları korroziyadan, yeyilmədən qorumaq, eləcə də onların səthinə parıltı vermək üçün aparılır. Korroziyadan qoruyur, yeyilmədən qoruyur, bir də məmulatların səthinə parıltı vermək üçün gümüşləmə aparılır. Gümüşləmə zamanı istifadə olunan gümüşün əsas xassələri bunlardır. Elektrik ötürücülüyü, əks etmə qabiliyyəti, bir də xarici təsirlərə davamlılığı. Bəli, elektrik ötürücülüyü, əks etmə qabiliyyəti, bir də xarici təsirlərə davamlılığı. Bəli, burada diqqətli olaq müəllimlər. Metalların gümüşləndirilməsi nəinki metal detalların sökülən yerlərini, dəyişdirici açarların, kontaktların texniki cəhətdən korroziyaya qarşı müdafiəsini möhkəmləndirir, eləcə də metal bəzək əşyalarının, qab-qacağın və s. dekorlaşdırılması üçün də tətbiq olunur. Bəli, dekorasiya üçün. Şəkli kiçildi. Gümüşləmənin əks etmə qabiliyyətində optik cihazların, fənərlərin, projektorların istehsalında istifadə olunur. Deməli, optik cihazlarda, fənərlərdə, projektorlarda istifadə olunur gümüşləmədən. Bax, əks etmə qabiliyyətindən istifadə olunur. Projektor nədir müəllimlər? Güclü işıq verən aynalı cihazdır. Güclü işıq verən aynalı cihaz. Gümüş qələvili maddələrin təsirinə qarşı davamlı olsa da, bəli, kükürdə qarşı əks reaksiyalıdır. Qələvili maddələrin təsirinə davamlıdır, amma kükürdə qarşı əks reaksiyalıdır. Əgər havada kükürt qarışıqları olarsa, bu zaman gümüşün rəngi qaralır. Bəli, kükürt qarışıqları olarsa, gümüşün rəngi tündləşir və qaralır. Gümüşləmə də maraqlı idi müəllimlər. Elə bilirəm ki, qaranlıq qalan bir məqam olmadı. Gəlin xromlamaya baxaq müəllimlər. Xromdan istifadə edərək müxtəlif metal məmulatları xromlamaq olar. Xromlama nədir? Polad məmulatların səthinə xromun difuziya edilməsidir. Difuziya nədir müəllimlər? Molekulyar hərəkət nəticəsində maddələrin tədricən qarışması. Molekulyar hərəkət nəticəsində maddələrin tədricən qarışması. Deməli, dedik, xromlama nə idi? Polad məmulatların səthinə, xromun difuziya edilməsidir və elektrik cərəyanının elektrolitə təsiri nəticəsində detalın səthinə xrom təbəqəsinin çökməsi prosesidir. Deməli, elektrik cərəyanının elektrolitə təsiri nəticəsində detalın səthinə xrom təbəqəsinin çökməsi prosesidir. Xrom təbəqəsi dekorativ məqsədlərlə, korroziyadan qorunmağı təmin etmək və ya səthin möhkəmliyini artırmaq üçün səthə çəkilə bilər. Deməli, həm korroziyadan qoruyur, həm də möhkəmliyini artırmaq üçün xromlamadan istifadə oluna bilər. Metal səthlərin xromlama texnologiyası nədən ibarətdir? Diqqətli olaq müəllimlər. Xromlamaya məruz qalan detal bir qayda olaraq aşağıdakı mərhələlərdən keçir. Güclü çirklənməni kənarlaşdırmaq üçün təmizləmə, çirk izlərinin kənarlaşdırılması üçün həssas təmizləmə, ilkin hazırlıq doymuş məhlul olan vannaya yerləşdirmə, bir də baxaq müəllimlər. Dedik ki, müxtəlif mərhələlərdən keçir. Bu mərhələlər hansılardır? Güclü çirklənməni kənarlaşdırmaq üçün təmizləmə. Çirk izlərinin kənarlaşdırılması üçün həssas təmizləmə. Bir var güclü çirklənməni təmizləmək üçün kənarlaşdırılması, bir də var çirk izlərinin kənarlaşdırılması üçün. Bir də ilkin hazırlıq, doymuş məhlul olan vannaya yerləşdirmə və temperaturları eyniləşdirmə. Doymuş məhlul olan vannaya yerləşdirmə və temperaturları eyniləşdirmə, cərəyan qoşmaq və lazımi qalınlığı alana qədər onu saxlamaq. Bəli, cərəyan qoşmaq və lazımi qalınlığı alana qədər onu saxlamaq.
Xromlama zamanı istifadə olunan reagentlər. Bəli, reagent nədir müəllimlər? Başqa bir maddə ilə qarışdırıldıqda müəyyən kimyəvi reaksiya əmələ gətirməklə axtarılan maddənin mövcud olmasını zahirə çıxarmağa imkan verən maddədir reagent. Başqa bir maddə ilə qarışdırırıq, kimyəvi reaksiya əmələ gəlir və maddənin mövcud olmasını zahirə çıxarmağa imkan verən nədir? Ən nəhayətində bir maddədir reagentlər. Deməli, xromlama zamanı dediyi reagentlər və prosesin tullantıları son dərəcə zəhərlidir. Reagentlər və tullantıları zəhərlidir. Bu proses ciddi tənzimlənməlidir. Bəli, xromlama zamanı ehtiyatlı olmalıyıq. Hansı ki, biz maddə ilə qarışdırdıqda əmələ gələn maddələr, belə deyək də, zəhərli olur və bu da ətraf mühit üçün yaxşı təsir bağışlamır. Sonra baxaq müəllimlər. Mina çəkmə nədir müəllimlər? Mina çəkmədə səthlərin bəzədilmə metodlarından biridir. Mina çəkmədə səthlərin bəzədilmə metodlarından biridir. Mina çəkmə, mina qatı çəkilməklə məmulatların bəzədilmə üsuludur. Baxın, hansı ki, bəzək əşyasıdır, belə deyək də, bunların üzərinə rəng çəkilib, mina çəkilib, belə deyək. Belə bəzəmələrdə isti, yəni silikatlı, soyuq, yəni üzvi və bir də rəssam minalarından istifadə olunur. Deməli, minalar hansılardır? Silikatlı, yəni isti mina, üzvi, yəni soyuq mina, bir də rəssam minalarından istifadə olunur. Bir də baxaq hansılar idi? İsti, soyuq, rəssam. Silikatlı dediyimiz hansına aiddir? Silikatlı, isti, silikatlı. Soyuq hansına aiddir? Üzvi. Bəli, mina çəkmə, dekorativ əşyaları, suvenirləri, zərgərlik və s. məmulatları bəzəmək üçün istifadə olunan rəngli materialların məmulat üzərinə çəkilmə prosesidir. Bəli, zərgərlikdə və s. məmulatların səthini bəzəmək üçün istifadə olunan rəngli materialların, baxın, rəngbərəngdir də, düzdür, rəngli materialların çəkilməsi prosesidir. Mina çəkmə, zərgərlik məmulatların səthini bəzəməyin ən mürəkkəb üsullarından biri hesab olunur. Bəli, mürəkkəb üsul hansı oldu? Mina çəkmə. Zərif və düzgün mina çəkmə bacarığı xüsusi istedad tələb edir. Gəlin bunların fərqinə baxaq müəllimlər. İsti mina, soyuq mina, bir də rəssamlıq minası. Müxtəlif metal oksidlərindən istifadə etdikdə lazımi rəngə boyana bilən qurğuşunlu şüşədir. İsti mina, qurğuşunlu şüşə. Qurğuşunlu şüşə. Mən burada səliqəsiz yaza bilərəm. Siz özünüz üçün səliqəli formada qeyd götürün. Çünki mən mişqa ilə yazmaq məcburiyyətindəyəm. İsti mina şəffaf və qeyri-şəffaf ola bilir. Deməli, isti mina nədən hazırlandı? Qurğuşunlu şüşədən. Belə deyək də, müxtəlif metal oksidlərindən istifadə etdik. Lazımi rəngə boyana bilən qurğuşunlu şüşədir. Şəffaf və qeyri-şəffaf ola bilir. Mina çəkmənin bu növündə bəzəmə yüksək temperaturda. Diqqətli olaq müəllimlər. Yüksək temperatur görək nə qədərdir? 600-800 dərəcə aparıldığı üçün xüsusi mufel sobalarında istifadə olunur. Mufel sobalarında qara metallarda öyrəndik. Deməli, isti mina neçə dərəcədə oldu? 600, bir də 850. 850 dərəcədə harda aparıldı? Mufel sobalarında aparıldı. Bəli. Soyuq minaya fikir verək müəllimlər. Soyuq mina müasir sənayenin istehsal etdiyi müxtəlif pigmentlərdən. Gəlin görək pigment nədir? Pigment dəriyə, saça rəng verən maddə, rəng maddəsi. Pigmentlərdən, eləcə də lak boya materiallarını istifadəyə əsaslanan bəzəmə üçün örtük növüdür.
Bəli, pigmentlər, hansı ki, lak boya materiallarında istifadəyə əsaslanan bəzəmək üçün örtük növüdür. Hazır məmulatlarda onların büllurlaşması xüsusi katalizatorların tətbiq edilməsi ilə sürətlə. Katalizatorlar nədir, müəllimlər? Kimyəvi reaksiyaları sürətləndirən və yavaşladan maddə. Deməli, katalizatorların tətbiq edilməsi ilə sürətlənir büllurlaşma. Gəldik nəyə? Rəssamlıq minasına. Mina örtüyü üzərində kiçik ölçülü rəsmlər çəkmək üçün istifadə edilən minalı boyadır. Təmələ çəkilmiş rəsmin bərkidilməsi mumfel sobalarında 600-700 dərəcə Selsi temperaturda bişirilmə vasitəsilə yerinə yetirilir. Deməli, isti mina neçə dərəcə idi? 600-850 dərəcə. Rəssamlıq minası 600-700 dərəcə temperaturda bişirilmə vasitəsilə yerinə yetirilir. Bişirildikdən sonra rəssam şəffaf mina ilə örtülür. Rəssam deyirəm, üzr istəyirəm müəllimlər. Bişirildikdən sonra rəsim şəffaf mina ilə örtülür və bundan sonra yenidən bişirilir. Deməli, nə etdik müəllimlər? 600-700 dərəcədə bişirdik və bişirildikdən sonra hansı ki, rəsim şəffaf mina ilə örtüldü və yenidən bişirildi. Baxın, şəkildə göründüyü kimi belə bir gözəl bəzək əşyası əldə olundu. Bəli, burada da praktik işi əlavə informasiya olaraq qeyd etmişəm. Əlvan metallar və onların bəzəmək üçün istifadə edilən ərintiləri. Bizə hansı resurslar lazımdır? Əlvan metallar və onların ərintilərinin nümunələri, maqnit, iş vərəqləri lazım olacaq. Tapşırıq. Əlvan metallar və onların ərintilərinin nümunələrinin xarici görünüşlə tanış olmaq. İlk öncə, onların hər birinin rəngini müəyyənləşdirmək, hər bir nümunənin hansı əlvan metaldan hazırlığını təyin etmək və sonda dördüncü, nümunələrin maqnit xassələrini yoxlamaq. Bəli, bu da bizim hansı ki, əlvan metalların bəzənməsi üsulları idi. Belə, Allah zeynə açıqlığı versin müəllimlər. Sağ olun.